Bugünkü birinci sualımız toplanan tənliyinə aiddir. Deyək ki, fx bərabərdir 5 üstü kosinus x funksiyasının qrafikinə x0 bərabərdir pi bölü 2 nöqtəsində çəkilən toplanan tənliyin yazın. Əvvəlcə toplanan tənliyində biz bilməliyik ki, toplanan tənliyi düz xətt olduğu üçün y bərabərdir kx üstəgəl b formasındadır. Deməli, bizə burada təyin etməli olduğumuz iki dənə dəyişən var, k və b. Biz həm də bilirik ki, bu k, yəni toplamın bucaq əmsalı həmişə funksiyanın törəməsinin həmin nöqtədəki qiymətinə bərabərdir. Yəni k bərabərdir f x0. İndi mən bu fx-dən törəmə alsam, yazıram f x, 5 üstü kosinus x-in törəməsi elə 5 üstü kosinus x vurulsun ln 5, bu əsas funksiyanın törəməsidir. Yəni kosinus x-in törəməsi də olur mənfi sinus x. Mən gəlib bu x0-ı burada hesablasam, bu bizdə k-nı verməlidir. K bərabərdir yazıram f x0. Yəni x0-ın da yenə elə bir dəfəlik pi bölü 2 yazır. Pi bölü 2-ni yerinə qoyanda eləyik kosinus pi bölü 2. Kosinus pi bölü 2-lərdə 0 alır, eləyik 5 üstü 0, yəni 1. Vur ln 5, vur sinus pi bölü 2-də 1 alır, qarşısında mənfi var, olur mənfi 1. Yəni bizdə cavab eləyik mənfi ln 5. Mənfi ln 5-də mənfi 1-i 5-in üstünə gətirib ln 5-də 1 şəklində yaza bilərəm. Bu bizdə olur k. İndi bayaq yazmışdıq ki, düz xəttin tənliyi y bərabərdir kx üstəgəl b şəklində olmalıdır. K-nı bilirəm artıq, mənə yalnız b lazımdır. B-ni də hardan tapa bilərəm? Biz burada nə istifadə edə bilərik? Bilirik ki, toxunan çəkiləndə məsələn belə bir funksiya var. Buna toxunan çəkiləndə toxunanın çəkildiyi nöqtədə funksiyanın qiyməti və toxunanın aldığı qiymət bir-birinə bərabər olmalıdır. Bu xassədən istifadə edərək əvvəlcə fx-i həmin pi bölü 2 nöqtəsində qiymətini hesablayıram. Olur 5 üstü kosinus pi bölü 2. Bu qiymət bərabər olmalıdır. Mənim funksiyamın, yəni bunun ln mənfi 5 yazar edəm. Mənfi ln 5 vur pi bölü 2 üstəgəl b-yə. B-ni də buradan tapa bilərəm. 5 kosinus üstü pi bölü 2 bu. Bizdə kosinus pi bölü 2 bayaq demiş ki 0 eləyəcək. 0 eləyəcək. Buradan da qalır 1 bərabərdir mənfi ln 5 pi bölü 2 üstəgəl b. Buradan b-ni tapmaq üçün bu hissəni atıram digər tərəfə. Olur 1 üstəgəl ln 5 bu pi bölü 2. Deməli bizdə yekun tənlik bu formaya düşür. Y bərabərdir ln 5-də 1 vur x üstəgəl 1 üstəgəl ln 5 vur pi bölü 2. Deməli burada iki addımda həll elədik. Əvvəlcə k-nı tapmaq üçün k bərabərdir f x0-dan istifadə edirəm. K-nı ln 5-də 1 tapıram. Daha sonra bilirəm ki, toxunanın çəkildiyi nöqtədə toxunanın qiyməti və funksiyanın qiyməti bərabərdir. Bu xassədən istifadə edib funksiyada yerinə pi bölü 2 yazıram. Daha sonra pi bölü 2-ni toxunanda yazıram. Və b-ni də buradan tapa bilirəm. B ilə k-nı da yerinə qoyanda funksiyanın tənliyini əldə eləmiş olur. Daha doğrusu toxunan tənliyi. İndi ikinci sualda deyək ki, limit x 5-ə yaxınlaşır. Surətdə 2 çıxılsın, kökdə x çıx 1, məxrəcdə 1 çıx, kökdə 6 çıx x. Belə sualları görəndə həmişə 5-i nə verilibsə yerinə qoyuram. 5-i qoyanda surətdə alınır 2 çıx 2, yəni 0, məxrəcdə 1 çıx 1, yəni 0. 0 böl 0 qeyri-müəyyənliyin alırıqsa, ən ümumi qayda lokal qaydasıdır, yəni surətdən və məxrəcdən eyni qaydada törəmə almaq. Əvvəlcə surətdən törəmə alıram. 2-dən törəmə alanda heç nə deməyik. Bu mənfini qarşıda saxlayıram. Kökdən törəmə alanda olur 1 böl 2 kök altında x çıx 1 məxrəcdə. X çıx 1-in törəməsini də vura bilərik, amma onsuz da 1 eləyəcək, vurmuram. Məxrəcdə 1-dən törəmə alanda heç nə qalmır, 0 qalır. Mənfini qarşıda saxlayıram. 1 böl 2, yenə eyni qaydada 6 çıx x. Amma bu dəfə 6 çıx x-dən törəmə alanda mənfi 1 eləyir və vurulur. Qarşıdakı mənfi ilə də vurulanda bunlar gedir. 2-lər də gedir.
Bu kök altı x bir məxrəcə düşür. Yazıram limit x yaxınlaşır 5. Məxrəcdə kök altı x çıxır 1. Surətdə 6 çıx x. Amma üstdəki mənfimiz hələ də qarşıda. İndi 5-i də altdan yerə qoyuram. Qoyanda eləyik mənfi 1 böl kök altda 4, 2. Yəni mənfi 0,5. Deməli, 0 böl 0 qeyri-müəyyənliyində həmişə lokal qaydası ilə surət və məxrəc sentralını alıb, daha sonra limitdə verilən sərvədi yerinə qoyub hesablaya bilərik.